Kazımov işin Şahinoğlu. Danışsan gəlib bir kitab yazasan, hara getdik, hara gəldik, 10 dəfə ora-bura, hər yerə gedib, məsələn, yerimizi dəyişmişik. Axırıncı səfər Baharlı qəsəbəsində olur, oradan gəlirik bura. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ordumuzu qorusun, dövlətimizi qorusun. Çox şükür bu günə. Həqiqətən çox şükür. Keçmişdə yaşadığımız Çadır şəhərciyin fikirləşəndə adam yəni bu günə çox şükür edir. Min şükür bu günə. Yaradılan şərait necə? Tanış olduğun necədir? Tanış olduq, bəli, əladır, hər gözəl. Bundan gözəl nə etsin? Ən model şəhər götürəndə belə, yəni hər şey gözəldir. Kimlərdən qayıtdın? Ailə sayı, uşaqlar? Ailə şahid çıxanda bəli, azıdıq, 400 adamdan çıxanda. Ailə sahibi, bu günlərin fikirləşəndə 20 nəfərlə qayıdırıq. Yəni bacı qardaşla bir yerdə qayıdacağıq Allahın köməkliyindən. Uşaqlar institut oxuyur, Qeyri Qarabağ institut oxuyur. Buradan özümüzlə yaxınlaşdıq ora. Gedib-gəlmək hasad olacaq. Elbrus Hacıyev. Elbrus qardaş, buradan çıxanda kimlərlə çıxmışdın? İndi kimlərlə qayıdırsan? Buradan qaydanda uşaqlarım körpə idi hamısı. İndi nəvələrlə qayıdıram. Allah prezidentimizə dəyməsin, şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Onların sayəsində bugünkü sevinci yaşayırıq. Təşəkkür edirəm hər birisinə, şəhidlərimizin qarşısında baş əyirəm. Yaradılan şəraitlə, yəni bu Qarabağı görmüşdün ermənilər. Bu Qarabağı görmüşdüm. Bu indi çox gözəl bir şərait yaradılıbdır. Baxırsan ki, belə gözlədiyimizdən də yaxşı. Gözləniləndən çox yaxşı. Nə planlaşdırsan? Burada nə işlə məşğul olasın qayıdıb? Yəqin ki, dövlətimiz kömək eləyəcək bir işlə təmin olunacam. Burada da nəvələrimi böyüdəcəm.